Salam, xoş gördük tamaşaçılar. Herkes salamlayıram. Cümləniz mübarək. Gözəl, xeyirli xəbərlər alasınız inşallah. Mən dəyərli professorumuz, doktorumuz Sait Öztürk'ü bura dəvət edirəm. Türkiyədən gəlib Profesor Doktor Sait Öztürk və qeyd edeyim ki, 2007-ci ildə Marmara Universitetində təhsil alıb, 2014-cü ildə Harvard Medical School'da, yəni neyrocərrahiyyə sayəsində ixtisaslaşmış, qabaqcıl təlim keçmiş bir doktorumuzdur və professorumuzdur. Bu adı 2025-ci ildə almışsınız. Klinik fəaliyyətiniz davam etdirilir və əsasən Parkinson xəstəliyi, distoniya və esensial tremor olmaqla 500-dən çox beyin əməliyyatı həyata keçirmişsiniz. Beyin pili əməliyyatı əhsən, valla sizi mən alqışlayıram. Çünki vaxtı ilə illər öncə bir beyin pili əməliyyatını mən xahiş etmişdim. Türkiyədə bizə yardım etmişdilər, bizə müraciət edən bir qızımızı və dərmanlara davamlı epilepsiya və müalicəyə tabi olmayan major depressiya xəstələrində beyin beyin stimulatoru tətbiqlərini Rusiya, Orta Şərq, Balkanlar və Türk Cumhuriyyətlərində həyata keçirir. 1200-dən artıq əməliyyat. Əhsən sizə Sait bəy. Sizə təşəkkür edirəm. İndi deyəsəm bir əməliyyatı da siz burada həyata keçirtmişsiniz. Gəlsinlər studiyamıza. Daxil olun. Gəlin bir alqışlayaq. Xoş gəlmişsiniz. Doktorum, zəhmət olmasa o tərəfə çəkilin. Bəli, aha. Burada dur. Aha. Buyurun, təqdim edin, danışın. Öncelikle çok teşekkür ederiz nazik davetinizden ötürü. Sujetimiz var mı? Hə, ikili ekranda gedir. Bəli. Burada bulunmaktan dolayı çok memnunuz. Çok teşekkür ederiz. Öncelikle 8 Mart Dünya Kadınlar Günü'nüzü de kutluyoruz hepinizin, bütün hanımefendilerin. Afşin bize Azerbaycan'dan başvurmuştu. Afşin birazdan videolarını göreceksiniz. Maalesef yerde yatalak duran, ayağa kalkamayan, kişisel ihtiyaçlarını gideremeyen, okula gidemeyen bir çocukken babamız ve çok kıymetli eşleri bizimle iletişime geçtiler ve biz hastamızı İstanbul'a davet ettik. İstanbul'da beyin pili ameliyatı uyguladık Afşin'e. Ve ameliyattan birkaç ay sonra hiç sanki hasta olmamış gibi kendi başına ayağına kalkabildi. Kendi başına bütün işlemlerini yapabilir hale geldi. Bu konuyla ilgili de babamızdan biraz dinleyelim. Hayatlarında neler değişmiş? Neler değişti? Ay, mən bilirəm. Çünki belə bir göndərdiyim bizim qızımız vardı, amma siz danışın. Çox təşəkkür edirəm. Mən bugünkü nətər hocamıza Allah canını sağ eləsin. Mən nətər deyim sənə, onu elə bir ki, da o yox kimi idi da, belə deyək də. Elə bir vəziyyət idi ki. Deyirəm, nə yaxşı ki, belə insanlar var. Bax, belə aksiyalar həyata keçirirlər. Belə yardımlar edirlər. Belə insanlara kömək edirlər. Çünki indi bir çox insanlar, yəni məsələn, bu uşaqlığıdır, hə? Bizim o hələ onu əməliyyatdan sonrasıdır. Əvvəli vəbşi heç ayağa duramırdı da, amma yerdə heç 10 yaşından sonra 16 yaşına qədər 16 yaşından sonra doktorumuzu tapdıq. Şükür görüntülər məsələn, amma elə olub bunun. Allah, gəlin bir doktor, professor. Möhtəşəmsiniz. Sizə minnətdaram. Allah var eləsin, doktorumuzu çox sağ olsun. Bu beyin pili əməliyyatı nədir? İndi tamaşaçılar yazacaq. Düzdür, bu bir aksiyadır, amma hər halda onlara bir məlumat da verək, bilsinlər. Qısa. Beyin pili ameliyatı kafatasını beyine açmadan sadece küçük 2 delik açıp oradan özel kabloları beynin içerisinde küçük fasulye büyüklüğündeki hedeflerin içerisine yerleştiriyoruz. Ve biz kabloları da bir pile bağlıyoruz göğüs bölgesine. Dışarıdan görünmüyor. Ameliyat ortalama 2 saat sürüyor. Ameliyattan birkaç saat sonra hastalar yemek yemeye başlıyor. Bir hafta sonra da pillerin düşük voltta çalıştırıyoruz. Ve ortalama birkaç ay içerisinde de titremesi olan Parkinson hastaları ya da Afşin gibi... Bu əməliyyatı hansı xəstəliklərdə tətbiq edirsiniz? Biz bunu Parkinson hastalığında, mesela şu an ekranda da görüyoruz, çok şiddetli titremesi olan Parkinson hastalarında, distoni hastalarında, distoni dediğimiz Afşin gibi bükülmeler, kıvrılmalar, epilepsi hastalığında ve depresyonda biz bunu kullanıyoruz. Depresyonda yaklaşık birkaç yıldır kullanmaya başladık. Ve efekt de var. Çok ciddi bir efekti olan bir tedavi. Önemli olan doğru hastayı seçebilmek. Her Parkinson'a yapmıyoruz, her depresyona yapmıyoruz. En az 3-4 yıl ilaç tedavisi kullanmış olması gerekiyor hastanın. İlaç yanıtları artık azaldığı dönemde, hayat kalitesi düştüğü dönemde biz artık pil ameliyatını uygun görürsek
yapıyoruz. Hocam bu ameliyatın riskleri var mı? Tüm beyin ameliyatları içerisindeki en güvenli ameliyattır beyin pil ameliyatı. Yani sadece %1 bir iltihap riskimiz var her ameliyatta olduğu gibi. Ama o kadar kısa ve o kadar konforlu bir ameliyat ki hastalar bir gün sonra uçağına binip ülkesine bile dönebiliyor. Bu pil ameliyatından sonra bir gün sonra siz ameliyat elədiniz ve bir gün sonra uçağa binip gelir, təyyarəyə binip gelir. Evet. Bizim balamızda mı böyle geldi? Bizim balamızı biz İstanbul'da biraz misafir ettik. Gezdirdiniz Çünkü onu. o özel bir hasta olduğu için onu biraz misafir ettik. Ortalama bir hafta kadar kaldılar orada. Artık neçə müddətdə əməliyyat olub? 24'te 2024. 2024'ten. Bu neçə müddət davam edecek? Pil değişilir yoksa? Evet, kullanmış olduğumuz pil yüksek teknolojik şarjlı pil. Kablosuz şarj özelliği var. Haftada sadece 1 saat küçük bir cihaz veriyoruz Afşin'e. Afşin yemek yerken, televizyon izlerken pilin üzerine bu küçük cihazı yerleştiriyor. Kablosuz bir şekilde şarj oluyor ve 15 yıl boyunca pil değiştirmeye gerek kalmıyor. 15 ildən sonra bu pil yeniden değiştirir. 15 yıl sonra sadece pilin olduğu bölgeyi lokal bir ameliyatta 5 dakikalık bir işlemle eski pili çıkarıp yeni pilimizi tatbik Ben ediyoruz. size teşekkür ederim. Biz teşekkür Minnətdaram. ederiz. Bu cür aksiyalarınıza göre sizi alqışlayıram. Çok Nə qədər teşekkürler. belə insanlarımız var. Mən bilmirəm indi burada əslində nömrə yazılmayıbdı ki, mən deyərdim. Amma yəni bizə müraciət edə bilərsiniz. 050 501 0147 bizim əlaqə nömrəmizdir. Burada nömrələr yazılmayıb. Mən doktorun əlaqə nömrələrini verə bilərəm. Allah sizdən razı olsun. Bu balalarımızın üzü gülsün. Sözünüz var mı Çox sağ ol. doktorumuza? Doktorumuza çox təşəkkür edirəm. Allah onu var eləsin. Çox sağ olsun. Çok sağ olun. Gurur duyuram sizin kimi hocalarımızla, alqışlarla yola salıram. Sağlam ol, xəstələnmə. Yer bir səni görsünlər. Gəlin bir alqışlayaq. Əhsən, əyləşə bilərsiniz və bu arada belə uğurları görəndə, belə uğurlu əməliyyatları, hətta bunu bir aksiya kimi də görəndə mən sevinirəm. Çünki indi atamıza bax, oğlundan küsüb gəlib bura. Deyir, mən gedirəm. Oğul var, baxmır ataya, anaya. Belə bir vaxtda, belə həkimlərin, belə insanlara yardım etməsini alqışlamaq lazımdır. Onlara minnətdar olmaq lazımdır ki, ailələr öz yaxınlarından belə deyək, o ayrıldığı bir vaxtda yad birisi birinə yardım edirsə şükr etmək. Minnətdar olmaq, təşəkkür etmək lazımdır. Allaha əmanət olun, sağlıqla qalın, sevdiklərinizi qoruyun.